Assalamu aleykum və rahmetullah və barakatuh. Dəyərli dostlar, bu bizim mətbəximizdir. Tarsovka işi görəcəyik, burada dekorativ işimiz. Podqotovka hamısı görülüb. Həm tavan hissədən, həm pəncərələr qəzetləmişik. Bu kafenin üstüdür, bu hissəni qəzetləmişik. Polları da qəzetləmişik. Daha doğrusu plyonka vurmuşuq, aboy şokoladla vurmuşuq. Tam hazırdır. Divarlarımız da 3 solo emulsiya çəkilib, bax. Materialımız da hazır. 2 rəng vuracaq inşallah. Biri şampan rəngi, biri də bej rəngi. İşləmə prosesini çəkə bilməyəcəm, çünki təkəm. Hər dəfə işlədikdən sonra ancaq paylaşa biləcəm sizinlə inşallah. Allah asanlaşdırsın. Görək nə çıxır ortalığa. İki rəngin ikisini də vurdum. Təzə qutarmışam, hələ yaşdır. Maşallah, əladır. Qurusun, lakını vuraq. Olsun işin sonu. Sağ ol olsun. Sök müəllim, təsir.